Belə bir gözəl, mükəmməl evimiz, villamız satışa çıxarılıb və yerləşmə yeri Masazırda Duz Gölü ətrafı, mərkəz yola yaxın bir hissədə, hündür bir ərazidə. Təsəvvür edin, şəxsi mülki arzusu olan şəxslər. Bu, istədiyiniz bir mülk ola bilər, istədiyiniz seçim ola bilər. Nəyə görə? Keyfiyyətli tikilib, 4 sot torpaq sahəsində, ölçü olaraq 20'nin 20'yə ölçüdə, 13'ün 10'a bir mərtəbənin ölçüsü, 2 mərtəbənin ölçüsü ümumilikdə 260 kvadrat ölçüdə. Paket kupça sənədlidir. Evimizin də həyətyanı sahəsində kupçası var. Həyətində müxtəlif cür bar verən meyvə ağacları. Güllü, çiçəkli, bağlı bağatdır. Bir sözlə kolonlar əsasında inşa edilmiş bütün işlər görünüb. Yəni gir yaşa bir villadır. Bir daha vurgulam, yerləşmə yeri Masazır Duz Gölünün yuxarı hissəsində. Manqalxana hissəsi, sanitar qovşaq hissəsi, qaz, su, işıq, kanalizasiya, mərkəzləşdirilmiş sistem hər biri aktiv şəkildə işləv vəziyyətdə. Evimizin padval hissəsindən keçidi. Qarşı tərəfdən, bu bizim bağ hissəmizdir. Diqqət yetirdinizsə, giriş qapı hissəsi bir əlavə və qarşı tərəfə keçdiyimizdə bir avtomobil həyətdə yeri, bir avtomobil saxlamaq üçün həyətində yeri, belə üzüm ağacı. Bu bizim kombi, qazanxana hissəsi, belə deyək, kombi otaq hissəsi. Ara məsafədir, digər evlə də ara məsafəsi. Demək olar ki, 20-30 metrdə ara məsafə var, digər evlə ara məsafəsi. Aristonu, kombisi, bir sözlə, dörd bir tərəfdən bütün işlər görülüb, suvanıb, lazım olan hissə, görünən hissələrdə tarsofqalanıb, qəşəng dəmir barmarıqları qoyulub, kondisionerinə qədər hər biri var və evimiz qismən əşyalı. Ev sahibinə razılığa gəlmək mümkündür. Bu da bizim darvaza sistemi, yəni giriş hissəsi, avtomobil giriş hissəsi olan hissəmiz. Dekorativ ağaclar da var, şam ağacları və daxil oluruq evimizin iç hissəsində. Hal-hazırda qızmar bir yay aylarından birinə təsadüf edir. Amma burada həqiqətən də havanın temperaturu çox gözəl. Sərin bir hava. Əyləşmək üçün elə bir stolu, qəşəng, səliqəli. Yan tərəfə keçid. Buranı bağlayıblar əldamı kimi istifadə eləmək üçün. Çox saylı pəncərələr, qarşısını kəsən bir dənə tikili maneə yoxdur. Evimizə giriş gördüyünüz 5 daş, ağlay daşdan üzlənmiş kürsü daş hissəmiz və keçid etdik evimizin iç hissəsinə. Eksteryer bir gözəl, interyerdəki ondan da gözəl. Döşəməsi taxtadan, qəşəng taxtadan laklanıb üzəri də. Bu bizim dəhliz hissəmiz. Sağ, sol tərəfdə. Hal-hazırda bu kiçicik bura qoyulub, paltar aslan kimi. Dolab yığa bilərsiniz. Çox saylı avtomat sistemi. Hər bir otağa ayrı-ayrılıqda. Bu koridor sisteminə girdiyi əsas otaqlara bölünən koridor sisteminə. Geniş ölçüdə. Təsəvvür edin, geniş ölçüdə 2 metr. Enində koridor hissəmiz. Evimiz də ümumi olaraq 13'ün 10'adır. Bir mərtəbəsi. 2 mərtəbəsinə vurduqda 260 kvadrat və kupçada 190 kvadratdır. Bu bizim mətbəx hissəmizin ölçüsü geniş ölçüdədir. Hansı ki, rahat şəkildə əyləşmək üçün yeri. Bu da mətbəx mebeli. Və buradan gördüyünüz avadanlıqlarla ev sahibinə razılaşmaq mümkündür. Divar kağızları 3 pəncərə qarşı tərəfinə düşür. Mətbəx hissəmizin damafon sistemli. Buradan sonra keçid edirik zal hissəmizə. Zal hissəmiz 2 pəncərəli, kondisionerinə qədər var. Çırağı, pərdəsi, divanı, stolu yerləşdirilib. TV'si divara bərkidilmiş şəkildə TV stand, indiki TV standlərdən də yığdıra bilərsiniz modern formada. Monolit betondur mərtəbə arası. Nəzərinizə çatdıraq, monolit beton. Və keçid etdik növbəti birinci mərtəbədə yerləşən ikinci otaq hissəmiz. Bu da yataq otağı kimi. Yataq otağı kimi
yerləşdirə bilərsiniz. Rahat şəkildə taxtınız, dolabınız yerləşəcək. Tam əmin ola bilərsiniz. Radiator xəttlərinə qədər hər biri var. Birinci mərtəbədə ümumi yerləşir. Bir yataq otağı, bir qonaq otağı hissəmiz və bir mətbəx hissəmiz. Bir də mətbəx hissəmiz də burada. Sanitar qovşaq hissəsi, hamam otağı, ayaq yolu hissəsi ayrı-ayrılıqdadır. Bu bizim sanitar qovşaq hissəmiz. Pilləkənin alt hissəsində əldamı hissəsi. Pillələr rahat şəkildə çıxmaq, beton və üzəri göyüş ağacından işləmə. Ümumi olaraq jalüz pərdə ilə bağlanmış belə bir işıq düşmək üçün pəncərə, vitraj pəncərə sistemi. Və qalxdıq növbəti ikinci mərtəbə hissəmizdə olan 4 otağımız sizlərə göstərək. Bir sanitar qovşaq hissəsindən başlayaq. Kiçicik olan hissələri sizlərə göstərək. Bu bizim sanitar qovşaq hissəmiz yerləşən ikinci mərtəbədə. Belə bir dolab hissəsi də qoyulub bura. Yataq otaqlarının ölçüsü kifayət qədər geniş. Bu otaqda təsəvvür edin, dolabı, komodu, taxtı yerləşdirilib. Genişliyə də söz ola bilməz. Əla. Bu bizim yataq otaq hissəmiz. Böyüklər üçün nəzərdə tutulmuş və növbəti 3 yataq otağımızı sizlərə göstərək. Bu bizim 2 çarpayı yerləşdirilmiş, uşaqlar üçün nəzərdə tutulmuş bir otaq hissəmiz. Bir otağın qarşısının pəncərəsi kəsilən görmədik təbii ki. Hər biri açıq şəkildə, şəxsi tikilidir. Digər bir otaq hissəmiz və növbəti sonuncu 6-cı otaq. Bu da bir otaq hissəmiz. Ümumi olaraq 7 otaqdan ibarətdir mətbəx daxil olmaqla. Və qarşı tərəfə keçirik, balkon hissəsində görək. Balkon hissəsinin də mənzərəsi. Ətrafdan yaşayış evlərlə zəngin olan bir hissədə ekoloji cəhətdən təmiz havası olan Duz Gölü havası bir sözlə bu cür şəkildə sizlərə əla bir təklif. Evimizin qiymətinə gəldikdə 200.000 manata təklif olunur. Qismən də əşyalar qalmaq şərti ilə real alıcı sahibi tərəfindən endirim ediləcək. Bugünkü bazar qiymətində 4 sot torpaqda 7 otaqlı belə bir evimiz həqiqətən də 6 otaqlı, 7 otaq mətbəx daxil olmaqla həqiqətən yoxdur. Vaxtları bizə təşəkkürlər. Əlaqə nömrəsi də qeyd olunacaq. Ətraflı məlumat saxlaya bilərsiniz. Hələlik təşəkkürlər.